Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Deməli, bugünkü dərsimiz mühüm məsələlərdən birindən bağlıdır. Kişilərin qadınlar üzərində olan haqlarından bəhs edir. Yəni, məsələni bir hədis üzərindən danışacaq. Ondan sonra müəyyən hədislər gələcək, onları rivayət edəcək inşallah. Deməli, Sünnən Abu Davud, İbn-i Məcə, bir İmam Əhmədin müsnədində keçir. Bir qadın, hədisi Əbu Səid Əl-Xudri rivayət edir. Hədisi Əbu Səid Əl-Xudri rivayət edir. Bir qadın Peyğəmbər sallallahu aleyhi və səlləmin deyir, məclisdən gəlir, biz də deyir, oturmuşduq Allah Rəsulunun yanında. Və qadın deyir ki, Allahın Rəsulu, deyir, həyat yoldaşım Safvan İbn-i Muattal namaz qılanda məni vurur. Oruç tutduğum zaman orucumu açdırır və sübh namazını yatırıb qalır, günəş çıxanda qılır. Bunu kişilərin içində deyir, hamının içində bunu deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemə şikayət edir ərindən. Deməli, 3 dənə şikayət edir. Nə dedi? Dedi, namaz qılanda məni vurur, namaz qıldığıma görə məni vurur. Oruçdan da orucumu açdırır və sübh namazını yatırıb qalır, günəş çıxanda qılır. Görsən, belə baxanda, ilk anda deyirsən ki, subhanallah, yəni bu nə haldır belə, insana çox təəccüblü gəlir. Safvan İbn-i Muattal da məclisdədir, o da oradadır. Birbaşa gəlir, cəmaətin içində, əri də orada olurlar, ərindən Peyğəmbər sallallahu aleyhi və səlləmə şikayət edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də ondan qadının söylədikləri haqqında soruşur. Yəni, qadın düz deyirmi? İddiasında doğrudurmu? Səndən şikayət edir. Və sahabə deyir ki, ey Allahın Rəsulu, o ki, qaldı namaz qıldıqda onu vurmağıma, deyir ki, o 2 dənə surə oxuyur. Mən də onu qadağan eləmişəm, çəkindirmişəm 2 surə oxumağı. Yəni, bu nə demək? Yəni ki, namazı uzadır o mənada. Mən də deyir, bunu ona qadağan eləmişəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, əgər bir dənə surə olsa, insanlara kifayət edir. Hətta bir surə insanlara kifayət edir. Söhbət nədən gedir? Söhbət Fatihə surəsi. Yəni, bir Fatihə olsa, bəs edir, insanlara kifayət edir. Deyir, o ki, qaldı, deyir, oruç tutduğu zaman orucunu açdırmağıma, deyir, mən də, deyir, cavan oğlanam, səbr eləmirəm. İndi qadın oruç tutub, nafilə orucdur, bu da cavan oğlandır, şəhvətli, qüvvətlidir, gəlir evə qadın orucdur. Mən də, deyir, səbr etmirəm, orucunu açdırıram, yəni ehtiyacım var qadına. Peyğəmbər sallallahu aleyhi ve sellem o zaman bu məşhur sözün deyir ki, bir qadın ərinin izni olmadan oruç tutmasın. Deməli ki, iddiada da kişini təsdiqləyir. Buradan faydalar çıxacaq, diqqətlə qulaq asın. Deyir, o ki, qaldı, deyir, namazı yatıb qalmağım, yəni namazı günəş çıxandan sonra qılmağıma. Deyir, bu bizim ailəmiz, yəni mənim ata, babam, bizim ailəmiz. Bu şeylə bilinən bir ailədir. Yəni, bunlarda belə bir xəstəlik var da, biraz ağır yatandılar. Məsələn, bir işlə məşğul olanda o qədər yorulur ki, məsələn, yatır qalır, ağır yuxa gedən. Bizdə deyir, bu xəstəlik var. Yəni, bu həmişə belə deyil. Yəni, bəzi hallarda yatıb qalır və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, oyandığın zaman namazını qılarsan. Deməli, bu 3 iddiada, bu şikayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm Safvan İbn-i Muattalın sözünü təsdiqləyir. İndi buradan faydalar çıxardacaq. Deməli, o faydalardan biri, əgər bir nəfər, bir qadın gəlib, məsələn, bir alimdən, bir elm tələbəsinə, bir alimin yanına gələrsə, bir elm tələbəsinə, bir ağsaqqalın yanına gəlib ərindən şikayət edərsə, həmən dinləyən adam, dinləyəndən sonra deməsin ki, sən deyəndə sonda belə elə. Çünki bəzən görsən, qadın ağlayır, göz yaşları, düzdür, o türklərin söz var, deyir, duyğu sömürüsü yapır, belə deyək. Kişi də həmən deyir, dəyişək, görək, kişi qadın haqqına girib, gör, nə qədər əziyyət verir. Tam təfsatı bilmədən, 2 tərəfi dinləmədən hökm vermək olmaz. Şeyx deyir ki, Şeyx Abdurazaq bu hədisinin şərhində deyir ki, nə qədər bax, belə fətvalar var ki, bir tərəfi dinləyir, deyir ki, sən deyən kimidirsə, onda belə elə, belədir, deyir, nə qədər ailələr, yuvalar dağılıb. Ona görə kimsə gəlib səndən nədənsə şikayət edir, hətta bir kim qardaşın, müsəlman qardaşın və 2 bacı gedib bir qadının yanına, bir bilən qadın yanına nəsə bir şey şikayət edəndə 2 tərəfə dinləmədə hökm vermək olmaz. Və Allah Rəsul elə elədi. Dedi ki, madəm bunu deyirsən, kişi də oradadır. Qadın düz deyirmi? Təfsilatına gedəndən sonra aydın olur ki, qadının iddiasından doğru deyil, yəni naqislik var. Həmçinin buradan alimlər fayda çıxardıblar ki, gəlib cəmaətin içində də belə kimsə şikayət etmək lazım deyil. Məsələn, oturmuşuq, gəlib kimsə deyir ki, burada filan kəs var, bu belə şeylər edir.
Bu səninlə onun arasında və qazinin arasında olmalıdır. Yoxsa cəmiyyətin içində xüsusən qadın gəlib öz ərini cəmiyyətin içərisində bilən bir adama və hər hansı bir ortada bir ağsaqqal qardaş və ona şikayət eləməsi orada olur, bu doğru deyil. İstər orada olsun, istər orada olmaz. Kiməsə şikayət edəcəksən, onun yanına birbaşa getmək lazımdır. Və dinləyən adam da ikinci tərəfi dinləmədən gəlir heç vaxt hökm verməsin. Çünki belə olanda nə qədər ailələr dağılır, nə qədər yuvalar dağılır. Ona görə belə eləmək doğru deyil. Həmçinin təfsirata getmək də lazımdır. Yaxşı, bu dili dinlədin, yaxşı, başa düşdüyünü, qadındır, ağlayır və s. Görürsən ki, məzlumdur, belə görsənir. Hədisdən də elə görsənir ki, qadın məzlumdur da, namaz qıldığına görə vurur, oruçdur, açdırır. Özü də namazı yatıb qalır. Təfsirata varanda görürsən, yox, məsələnin arxa pərdəsi var da, arkada başqa söhbətlər var. O zaman artıq fətva da dəyişir. Ona görə iki tərəfi dinləmədən bax belə fətva vermək lazım deyil. Belə hallar çox vaxt ailələri dağıdır, yuvaları dağıdır. Yaxşı, hədisin özündən keçək birbaşa. Birinci nədir də hədisdə? Dedi ki, namaz qıldığıma görə məni vurur. O da camiə nə dedi? Dedi ki, mən ona demişəm 2 surə oxu, yəni artıq oxuma da. Daha da demişəm 2 surə, yəni çox oxuyursan, 2 surə oxuma, artıq oxuma, ona görə. Mən buna qadağan eləmişəm, 1 demişəm, 2 demişəm, hədsin mənası odur. 1 demişəm, 2 demişəm, 3 demişəm, fikir verməm, ona görə vurmuşam. Allah Rəsulü nə dedi? Dedi, 1 surə olsa insanlara kifayət. Yəni bu deməkdir ki, əgər kişi evə gəlibsə, qadın namazı gəlir uzatmasın. Çünki bu kişinin ehtiyacı var. İşdən yorğun gəlib. Məsələn, qadın da namazı uzadır. Məsələn, hər hansı bir namazı qılır, istəyir fərz, istəyir nafil, namazı uzadır. Bu kişi də gəlib tələsir, işi var, ehtiyacı var. Bunu gözləyir. 1 deyirsən, ay qadın belə eləmə, 2 deyirsən, ay qadın eləmə, 3 deyirsən, axırda yəni yüngül vura bilər, iz qoymadan. Çünki ayda da gəlib vurmaq icazəlidir, iz qalmadan. Yəni belə bəzi adamlar vurmağı, çırpmaq kim başa düşür? Belə eləmək olmaz. Yüngül var, vura bilərsən ki, qadın bir özünə gəlsin, özünün sayəsini düzəltsin. 1, 2, 3 deyib fikir verməyib, buna görə də kişi qadına qadağan eləyirdi. O da qadın məhəl qoymadığına görə bunu vurub. Olur da insan gəlib ehtiyacı var qadınla. Məsələn, gəlmişsən, arsan, yemək istəyirsən, harasa gedəcəksən. Qadın da namazı uzadır. Və gecə vaxtı, gecə namazı qılır, sənin də bu qadına ehtiyacın var. Qadın da uzadır, qılır. Belə doğru deyil. Qadın gəlib bunu nəzərə alsın. Və Allah Rəsulü nə dedi ki, bir surə də olsa, yəni Fatihə də olsa kifayət edir. Oradan Fatihə, kifayət. Hətta fərz namazında belə. İmam Fatihəni oxusa hamıya kifayət. Təsəvvür et də fərzdə belə. Təbii ki, kamil olan hansıdır da əlavə surələr oxumaq. Lakin hətta Fatihəni oxusa, kifayətlənsə, bu bəs edir. Və ya qısa bir surə oxusa, bu da yenə kifayət edir. Yadıma bir də hadisə düşdü. Bir də Məkkədəyik. Nəsə sübh namazının otelin musalləsində qılası olduq. Nəsə bir nəfərə qabağa verdilər. İndi o da köçdü, dedilər qıldır, o da köçdü qabağa qıldırdı. Heç nə Fələq Nas surəsini oxudu. Birinci rükətdə Fələqi oxudu, ikinci rükətdə Nas surəsini oxudu. Bunu oxuyub qurtarandan sonra aləm deyirdi bir-birinə. Bu namaz səhih deyil, belə namaz olarmı? Sən namazı çox qısa elədin. Bu doğru deyil, belə. Yazıq da deyir, mən nə elədim? Düzü keç qıldır, mən də qıldırdım. Oradan bir dənə ağılda çıxdı ki, dedi ki, gəlin təzdən qılaq. Yəni namaz batildir ki, bunlar iddiasına görə də. Yəni belə namaz olmur. Sən Fələq Nas oxudun, sübh namazını, yəni yaxşıdır ki, uzadasan axı. Çünki mələklərin də müşahidə etdiyi, şahid olduğu namazdır. Uzatmaq əfsəldir, Quran oxuyasın deyə. Deyir ki, gəlin təzdən qulaq, nə deyirsin? Deyir ki, qulaq, hamı deyir qulaqdır. Mən də nəsə orada belə doğru eləmirsiniz də. Yəni bu namaz səhihdir. İndi qısa olsa da namaz səhihdir. Namazı batildən bir şey baş vermir baxı. Fatihəni oxuyub, rükün Fatihədir. Hətta bu belə bəsdir. Fatihə namazın rükündən bunu oxuyubsa, hətta bunu oxusa belə. Namaz yenə səhihdir. Yox, təzdən qılır da, mən də nə deyim də, bu hamısı yaşlı kişilərdir, biraz bunları da ağır gəlir axı. O da elə oldu ki, sanki qəblər Allah bilir, bu sanki can atırdı imamlığa. Keçdi qabağa, maşallah, başladı oxumaq, qəşən davazı var idi. Başladı oxumaq, biraz uzatdı, sonra bir qunut da tutdu, hiç olurdu ki, Şafi məzəbindəndir, Misirli idi. Hələ bir qunut da tutdu, ay bəh, gördün mü, bunlar hamısı. Axı belə qutardılar, çıxıb getdilər. Görsən, yəni, insan şəriət əhkamlarını bilməyən də o belə problemlərlə üzləşir. Namaz səhihdir, deyir, yox, təzdən qılaq. Deməli, Allah Rasulunun sözü də haqdır. Nə deyir? Deyir, Fatihə surəsi olsa insanlara kifayət edir. Yəni, bir surə oxu kifayət edir. Əgər kiməsə sənə ehtiyacı varsa, uzatma namazı. Xüsusən qadın, əri gəlib, ərinin buna ehtiyacı varsa, namazı hara uzadırsan? Namazı qısal, Fatihə sənə kifayət edir, ərinin ehtiyacları var. Deməli, bir surə kifayət edir, qadın gərək çox uzatmasın. Əgər əri evdədirsə, buna ehtiyacı varsa, namazı çox uzatmaq lazım deyil. Sonra gəlir oruc məsələsinə. Deyir, oruç da mənim orucumu açdırır. Cavabında nə deyir? Deyir, mən cavan oğlanam. Yəni, mənim şəhvətlərim var, güclü şəhvətliyəm, mənim qadına ehtiyacım var, o da oruç açdırıram. Və Peyğəmbər Allah məşhur sözün deyir ki, ərinin izni olmadan qadın oruç tutmaz. Hansı orucdan söhbət gedir? Təbii ki, nafilədən söhbət gedir də. Bu Ramazana və ya qəzalara və ya kəffarələrə aiddir. Yəni, vacib oruclara aid deyil. Nafilələri əgər ərinin izni olmadan tutmasın. Ola bilər, kişi də gəlib və qadına ehtiyacı var.
Düzdürmü? İndi bu da qalır belə, bəzən qalır ki, oruçdur, mən nə edeyim? Açdığında da qadının xətrinə dəyə bilər ki, bəs mən oruçmuşdum, sən niyə belədin? Ona görə qadın gərək oruç tutacaqsa ərinə bildirməsi yaxşıdır ki, mən oruç tutacağam. Yəni birdən mənə ehtiyacın olarsa, yəni 2 gün birimdə tez gələsən, gec gələsən və s. və ilaxır. Üçüncü hansı şikayət idi? Sonra deyir ki, sübh namazdan yatır, günəş çıxanda qılır. O da izah verir. Deyir ki, bəs bizim ailəmizdə bu bilinən bir şeydir. Atamdır, bizim babamdır. Yəni bunlarda bu var da, bunların ailələrində biraz ağır yatandır. Biraz bunlarda sanki bir xəstəlik var. Dərin yuxuya gedəndirlər. Yəni belə deyək, bu gecəsini müəyyən mənası işlərlə keçirməyib ki, deyim namaza yatıb qalıb. Bu buna aid deyil. Bu hədis o kəslərə aiddir ki, yəni, adam doğrudan da onda bu problem vardır. Biraz dərin yuxuya gedəndir, durmaq istəyir. Bəzən hətta budilnik qoşur, bəlkə 10 dənə şeyi qoşur. Amma dura bilmir. Olur belə şey, müəyyən səbəblər olanda. O zaman təbii ki, belələr üzrlüdür və Allah Rəsulü nə deyir? Deyir, oyandığın zaman qıl. Lakin o kəslər ki, bu hədisi dəlil gətirməsin ki, hə, mən də yatıb qalıram, bu hədis var da. Deyirsən, halva baxmaq lazım. Əgər bu gecəsini mənasız şeylərlə keçiribsə, gündüzləri günahlarla keçirib, axşam da yatıb qalıbsa, deyir, qardaş, bu sənə aid deyil. Əksə belələr üçün şiddətli hədis var. Allah Rəsulü nə deyir sallallahu əleyhi və səlləm? Qiyamətin bəzi insanlar var, qiyamət günü əzab çəkəcəklər, qəbir əzablarından da biridir. Namaz yatıb qalanlar haqqında. Deyir, başına daşla vurulacaq, başı əzəcək, daş çözəcək yerə. Təzən daşı qeyib götürüb, o adam yenə bunun başdan vuranda başı düzələcək, təzən bir də vuracaq. Və belə bu mütəmadi bu əzab var elə insanlar. O kimlər üçündür? Namazı yatıb qalanlar üçün. Bilərəkdən yatır qalır. Gecəsini mənasız şeylərlə keçirir, günahlarla keçirir və s. Yatmır səhərə kimi oturub futbola baxır. Sonra namazı yatır qalır. Belə olacaq da qardaş. O yanında qılarsan nəsə sənə aid deyil. O üzürlüdür. Onun problemi var. Səndə problem yoxdur. Onun gibi belə insanlar başlarına gələn müsibətdən özlərini həzər etsinlər. Deməli, hədisdən biz belə başa düşürük, qardaşlar. Yəni, kişinin haqları var. Həqiqətən kişinin haqları var. Qadın gələ bu haqları qorusun. Gələ bu haqlara riayət eləsin. Niyə görə? Zaten biz şəriətimizdə belədir ki, kişinin haqları qadın haqlarından üstündür axı, düzdürmü? Yəni, bir pillə üstündür də. Əslində bu şey qadınların özü üçün də yaxşıdır. Bax, məsələn, kişi gedir, işləyir, çalışır, əlləşir, düzdür, vuruşur, düzdür, qarşı bir ruzi, nəsə qazanır, ruzi gətirir və geyindirir, çizdirir, namusunu, irzini qoruyur. Bu qadın üçün daha yaxşı, evində olur, uşaqlarına məşğuldur, ailəsinə məşğuldur, gedir, yad kişilərə qarışmır, harasa işləmir, pul qazanmaq məcburiyyətində qalmır, əri var da dolandırır, Allah həmd olsun. Haqlarını qoruyur. Əksinə qadınlar belə olanda gərək ərlərin haqlarının artılamasını versinlər. Və inşallah indi burada bəzi hədisləri oxuyacağım, görəcəksən, doğrudan da kişinin nə qədər böyük haqları var qadın üzərində. Vallahi dəhşət haqları var. İndi onları oxuya-oxuya müəyyən izahatlar da inşallah verəcəm. Deməli, birinci hədis. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər kiməsə Allahdan başqasına səcdə etməyi əmr etsəydim, qadına əmr edərdim ki, ərinə səcdə etsin. Qadının əri onu miniyinin üzərində belə tələb etsə və o da özünü təslim etsə, yenə də ərinin haqqını verə bilməz. Təsəvvür elə, haqqa bax. Deyir, əgər Allahdan qeyrisinə səcdə etmək əmr olunsaydı, əmr edərdim ki, qadın ərinə səcdə etsin. Bu onu göstərir ki, kişinin haqqı çox böyükdür qadın üzərində. Bu bəzən hansı haqqa bənzəyir? Tam indi belə müqayisə eləyək, tam olmasa da, amma biraz müqayisə eləyək. Sanki valideyn haqqını verməmək kimi. Kimsə anasının haqqını verə bilərmi, qardaş? Nə qədər eləsən, ananın haqqını verə bilmərsən də. Düzdür. Görürsən, haqq nədir? Nədir ki, İbn Ömərin yanına bir nəfər gəlir, deyir ki, ey Abdullah, İbn Ömər deyir ki, mən deyir, anamı belimdə daşıdım, tavaf elədim. Anamın haqqını ödəyə bildim, deyir, heç sancılardan bir sancısını ödəyə bilmədin. Doğuş sancılardan birinin belə haqqını ödəməmsən. Gör, nə qədər haqq var, ödəyə bilməzsən heç vaxt ananın haqqını. İndi burada da Allah Rəsulü deyir ki, yəni, qadının, yəni kişinin haqqı qadın üzərində o qədər böyükdür ki, hətta səcdə edilməsi əmr olunsaydı Allahdan qeyrisinə. Əmr edərdim ki, öz ərinə səcdə eləsin. Və hətta minin üzərində belə olsa, qadını tələb etsə, qadın da düşüb onun haqqını versə, yəni onun istəyini yerinə yetirsə, haqqını verə bilməz. Yenə də deyir, haqqını verə bilməz. O qədər böyük bir haqqı var kişinin qadın üzərində. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qadın ərinin haqqını vermədikcə Allahın haqqını vermiş sayılmaz. Allahu akbar. Deməli, qadın bilməlidir ki, əgər mən Allaha razı salmaq istəyirəmsə, kimi razı salmalıyam? Öz zövcəmi, öz ərimi, zövcümü razı salmalıyam. Onu razı salmasam, onun haqqını verməsəm, Allahın haqqını vermiş olmaram. Onca o hədisdə də qadın fikirləşir ki, ibadət eləməklə Allahın haqqını vermişəm. Bəli, ibadət edirsən, lakin ərin haqqı da var da. Ər sənə ibadət eləməyə əmr eləmir, lakin deyir ki, uzatma məsələn namazı. Və yaxud ki, nafilə orucu varsa, mənim sənə ehtiyacım var, sən orucu açmalısan, burada problem yoxdur. Çünki bunun haqqı var axı və sən də ərvi razı salmaqla bir günə ki, artıq Allahı razı salmışsan. İbadət Allahı razı salmaq istəmirdin. Bu da ibadətdir. Ərvə itaat eləməklə artıq Allahın haqqını vermiş sayılırsan. Ona görə qadın gərək çalışıb ərin haqqını artıqlamasın, versin ki, Allah da ondan
razı qalsın. Hədisi məfhum, əks məfhum odur ki, əgər ərini razı salmasa, yəni haqqını verməsə, onun haqları var axı. Deməli, Allahı da razı salmış olmaz, Allahın haqqını vermiş sayılmaz. Başqa bir rivayətdə Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, qadın ərinin haqqını vermədikcə imanın şirinliyini tapmaz. Demək, hər bir qadın o imanın şirinliyini tapması isə ərini razı salmalıdır. Ərin haqlarını verməlidir. Əri ona asiliyi əmr eləmədikcə, ərinin xidmətində dayanmalıdır. Vallahi bu ibadətdir. Bu həqiqətən ibadətdir. Qadın elə bilməsin ki, mən bu nədir, iş güz hamısı tökülüb mənim üstümə, evi təmizləmək, qabları yumaq, nə bilim, yemək pişirmək, uşaqlığa geyindirmək, ərin ehtiyaclarını ödəmək. Bu ibadətdir. Sən niyyətini düzəlsən, bu artıq ibadətdir. İmanın şirinliğini dadması isə qadın gərək ərinin haqqını artıqlaması ilə versin. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq üstə onun xidmətində durardı. Allahu akbar. Yəni özü yemir, xidmətində durur ki, tək ki bunu mən razı salım. Əgər ərin haqqını bilsəydi. Ona görə bugün bəzi qadınlar var, görürsən, biraz ərindən küsən kimi. Ya yemək yoxdur, gel özün harda tapırsan ki, mən sənə yemək pişirməyəcəm, sən mən xətm edəm. Qaşın qor geri yatır, indir, küsür, sifət edir, üz göstərir, turşudur və s. Elə deyil, hədisə bir dənə diqqətlə qulaq az. Gör nə deyir? Deyir ki, əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq onun xidmətdən dayanar. Bu nə edir? Sən məni incitdin. Yemək yoxdur sənin, mən yemək zat pişirməmişəm, mən yorulmuşam, mən gedib yatıram. Başına elə ki, geçsin, harda tapıb yesin. Bu doğru deyil. Qadın bilməlidir ki, vallahi, yəni haqqını ödəyə bilməz. Yəni bu cür hərəkətlərlə. Əksinə razı salmasa, qəzəbləndirsə, Allahın qəzəbinə düçar ola bilər. Başqa bir rivayətdə görünə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Buyurur ki, qadın 5 vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaat edərsə, qiyamət günü ona cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol deyilər. Allahu akbar. Qadın bunu istəmir. Hansı qadından sorursan iman əhlindən? Deyəcək ki, mənim ibadətlərimdən məqsədim cənnətə daxil olmaqdır, Allaha razı salmaq. Və bismillah. Cənnətin istədiyən qapısından girmək istəyirsənsə, o şərtlərdən biri nəyə də hədisə keçən? Ərə itaat eləməkdir. Ərə ağası olan qadın cənnətə daxil olarmı, qardaş? Ab deyək ki, gecə namazı qıdır, gündüz oruç, lakin ərinə asidir. Deyir, sən hədisə daxil olmursan. Bəziləri bilir ki, Allahı ibadət eləməklə mən hər şey əldə eləyəcəm. Xeyr, müəyyən haqları var ki, onun yanında bəndən, qulun haqları da var axı. Allahın haqqı ilə yanaşı. Qadın da burada ərin haqlarını verməlidir. İtaat eləməsə, hətta gündüz oruçdur, deyək ki, gecən namaz qılsa belə, ərinə itaat eləməyib, asidirsə Allah təala bəs belə qadını cəzalandırar axı. Onda deməsin ki, mən cənnətin istəyən qapısından girəm, çünki mən namazımı qıldım, orucumu tutdum, amma ərinə itaat eləməmsən. Və cənnətin 8 qapısından girmək istəyirsənsə, gərək mütləq həyat yoldaşı və ərvə itaat eləyəsən. Başqa bir hədisdə Allah Resulü görünə deyir, sallallahu aleyhi və səlləm. Deyir ki, sizin qadınlarınız cənnət əhlidir. Xitab sahabəli Allah ümumi hamımıza aiddir. Otururlar bir məclisdə, deyir ki, sizin qadınlarınız cənnət əhlidir. Həmçinin bizə aid deyil müsəlmanlar. Sizin qadınlarınız cənnət əhlidir. O qadınlar ki, aha, burada artıq istisna var. Hansı qadınlar? O qadınlar ki, ərini sevər, ondan çoxlu övlad dünyaya gətirər və ərinə əziyyət verəndə tez onunla barışar. Nə keçdi hədisdə? Ərini sevər, aha, ondan çoxlu övlad dünyaya gətirər və ərinə əziyyət verən tez onunla barışır. Bəzi qadınlar var, 1-2 uşaq oldu, mən artıq istəmirəm uşaq. Belə deyək, doğmaq istəmirəm. O bəzi qərbin təsiri var axı. 1-2 uşaq bəsdir, bu nədir? Bir ailədə 3 dənə, 4 dənə, 5 dənə uşaq. Çoxdur, bu nədir? Və ya da ki, ruzi qorxusundan, ruzi qorxusu var da, ruzi mazalar. 2 dənə uşaq gücdən dolandırır. Məsələn, 3-cü uşaq deyir, elə deyil. Kişi deyir, mən uşaq istəyirəm, qadın yox, bəsdir, dayandıraq burada, tamam da. Deyir, nə tamam, davam. Qadın deyir, yox, bəsdir. Bu doğru deyil. Əgər kişi uşaq istəyirsə, qadın gərək buna mane olmasın. Və əri sevirsənsə, sən deməli, sevdiyindən də çoxlu uşaq dünyaya gətirməlisən də. Bu 2 dənə uşaqla kifayətlənmir, 3, 4, 5 dənə uşaq istəyir olsun. Qadın deyir, yox, deyir, bəsdir. Mən başa düşürəm, qadın, doğan qadındır da. Deyir ki, əziyyətdir, çətindir və s. Səbr eləməkdir, 9 ay uşaqda daşımaq, düzdürmü? Buna süd vermək, əmizdirmək, bunun qayğısından qalmaq. Başa düşürük, qadının haqqı çoxdur, təbii ki, ananın haqqı çoxdur, bunu danılmazdır. Lakin hədis deyir ki, ərini sevər və ondan çoxlu uşaq dünyaya gətirər. Düzdürmü? Və əri ilə ərinə əziyyət verəndə tez onunla barışır. Bəzi qadınlar var, hələ əziyyəti qoya qarağa, biraz naşükürlük var. Ömür boyu yaxşılıq edirsən, bir dəfə nəsə oldu, sən məni eləmsən ki, ömür boyu səndən xeyir görməmişəm. Sən həmişə məni incitmirsən, belə elə.
Hədisdə də gəlir, Allah Rəsulü nə deyir qadınlara? Sahabə qadınların içərisinə girir. Deyir ki, cəhənnəmin əksəriyyətini qadınlar gördü. Qadınlar deyir ki, Allahın Rəsulü, Allah küfr etdiklərinə görə, indi adam ağlına gələn budur da, yəni küfr edib düşürlər cəhənnəmə. Deyir, yox, əllərinə qarşı küfr, yəni əllərinə qarşı naşir olduqlarına görə, həmişə yaxşılıq edir il boyu, bir dəfə nəsə olanda deyirsən, mən yeynəmsən ki. Lap deyək ki, qadın haqqına girib, qadın haqlıdır. Bu o demək ki, qadın deməlidir ki, sən mən neynəmsən, indi nə ki, səndən əziyyət görmüşəm, dilindən əziyyət görmüşəm, əlindən əziyyət görmüşəm, sən mən neynəmsən, nə baxmısan, nə etmirsən ki, bu olmaz, bu naşükürlükdür. Belə qadınlardan Allah razı qalmaz. Əksən qadın gələk dilini qorusa, əgər günah qadındadırsa, təkəbbürünü sındırıb gəlib kişi ilə barışmalıdır. Əri ilə barışmalıdır. Bax, gör, başqa rivayətdə nə deyir? Deyir, başqa bir rivayətdə gəlir ki, ərini qəzəbləndirərsə, onun yanına gələr. Əlini ərinin ovucuna qoyaraq deyər, vallahi, sən məndən razı qalmadıqsa yemək yemərəm. Allah Allah, mən maşallah. Belə qadınlar var, yəni bilməyin yoxdur, var. Elhamdülillah. Nəsə, ərin haqqına girəndə o elə xahiş edir, yanına gəlir ki, vallahi sən məni bağışlamasan, mən yemək yeməyəcəm. Başa düşür ki, ərin haqları var. Böyükdür haqları. Bu haqları qorumaq lazım. Əgər mən bu haqları qorumasam, ona əziyyət versəm və əziyyət vermişəmsə, onunla barışmasam, Allah məndən razı qalan deyil. Yoxsa bəzə sifət edir, sən məni eləmsən, küsür gedir, yatır, ağlayır, borçlu çıxardır, şikayət edir. Bəzi qadınlar da Allah qorusun. Gedir ərindən, bəzi qadınların məsələn şikayət edir, danışır əri. Bu doğru deyil. Hətta sənə əzab versə belə, gedib qadınlar içərisində əri pisləmək lazım deyil. Yox, madəm əgər kimsə ərinə nəsihət eləmək istəsə, o başqa məsələ. Deyə bilər ki, ay bacım, sən yoldaşına deyə bilərsən, mənim yoldaşım mənə qarşı belə hərəkət. Əgər haqlıdırsa, təbii ki. Yenə iki tərəf dinlənilməlidir. Yoxsa görürsən, bəzi qadın məclislərində ərlərindən hamı şikayət edir, ərlərinin qeybəti edirlər. Belə şey eləmək olmaz. Bu doğru deyil. Mətbəxdə ancaq bu işlə məşğuldurlar. Bu ayıbdır. Bir müsəlman möminə qadın da yaraşmaz xüsusən. Gərək ərin haqlarını qorusun, ərinin hətta eybi varsa evlərini qorumaq lazımdır. Onu rüsva eləmək olmaz, onun evlərini orada-burada danışmaq olmaz. Möminə qadın gərək ərin haqqını qorusun. Necə ki, o sənin irzini qoruyur, gedib sənin pisliklərini gedib orada-burada danışmır ki, kişilərin içərisində, mənim arvadım belədir, mənim arvadım belədir. Deyir bunu kişilər. Yox, normal kişi bu şeyi danışmır. Hətta evində qadından nəsə görsə, buna özünə qarşı. Gedir danışır, müsəlmanların yanında ki, mənim arvadım mənə belə-belə şeylər deyir, mənə belə-belə incidir, belə edir. Danışmır. Sən də danışmalı deyilsən də. Olmaz, qadına gərək danışmasın. Heç kəs olmaz. Necə ki, kişi sənin irzini qoruyur, hətta xata etsən də belə səni müdafiə edir, hətta xata etsən belə. Orada-burada səndən danışmır. Eləcə də qadın da gərək ərinin eyiblərini, nöqsanlarını orada-burada qadın məsələsinə gərək danışmasın. Nəsihətə ehtiyac varsa, nəsihət edən insanlar var. Yaxınlar, xahiş elə, yoldaşlar nəsihət eləsə, yoxsa belə orada-burada kişilərin haqqını danışmaq olmaz, qeybətini eləmək olmaz. Deməli, bir qadının da xeyirli qadın olması üçün mütləq ərinə itaat etməsi lazımdır. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o qadın ki, əri ona əmr etdikdə, ona itaat edər, əri ona baxdıqda onu sevindirər, onun namusunu və malını qoruyar. Bu kimlərdir? Bu xeyirli qadınların vəsfidir. Allah Rəsulü xeyirli qadınların vəsfətini bax belə deyir. Əri ona əmr etdikdə ona itaat edər, əri ona baxdıqda onu sevindirər, onun namusunu və malını qoruyar. Deməli, ən böyük günahlardan biri də qadının ərinə itaat etməməsidir. Bu böyük günahlardandır. Gərək qadın gərək bu hədisləri eşidəndə, vallahi gərək öz üzərində çalışsın, işləsin ki, ərinin haqqını ödəsin, ona qarşı asi olmasın, ona itaat etməyə çalışsın, onu razı salmağa çalışsın. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü ən çox əzab olunan insanlar iki sinifdir. Qiyamət günü ən çox əzab olunan insanlar iki sinifdir. Ərinə asi olan qadın və insanların istəmədiyi halda onlara imamlıq edən bir şəxs. Birinci qism kimdir? İndi mövzu ilə bağlıdır. Ərinə asi olan qadın. İki sinif var ki, qiyamət günü Allah onlara azab verəcək. Asiliyə görə. Belə iki sinif insanlardan biri də ərinə itaat etməyən qadın, ərinə asi olan qadınlardır. Ona görə qadınlar gərək Allahdan qorxsunlar, ərlərinə itaat etsinlər. Ərlərinin malını qorusunlar, irzini qorusunlar, haqlarını versinlər. Bir şey olmamış, sən mənə nə elədin, sən mənə baxmırsan, sən mənə incidirsən deməsin. İndi olur da insandır, hamının həyatında, hamının ailəsində olur söz-söhbət. Nədir, həmişə əzizlədi, öpdü, qucaqladı. İndi bir dəfə nəsə olanda sən mənə eləmsən ki, ömür boyu səndən mən xeyir görmədim, əzab əziyyət gördüm. Biraz da başdan qalxır, uşaqlara baxıram, yemək pişirirəm, paltarımı yuyuram, qab-qaşıqları yuyuram, evi təmizləyirəm. Budur sənə mənə hörmətin. Bu cür söhbətlər bir möminə qadına yaraşmaz. Bu naşükürlükdür. Və qadınların da cəhənnəmə düşməz səbəblərindən biri də, deyərdim ki, ən başlı səbəblərdən biri bax, ərlərinə qarşı belə nankor olmaqlardır. Başqa bir hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki,
ərinə ehtiyacı olduğu halda, yəni qadının ərinə ehtiyacı var. Bu labüddür, bu elədir. Deməli, ərinə ehtiyacı olduğu halda ona təşəkkür etməyən qadının, belə qadına Allah onun üzünə baxmaz. Ərinə ehtiyac olduğu halda ona təşəkkür etməyən qadına Allah qiyamət günü onun üzünə baxmaz. Sən qadın, ərinə ehtiyacın var. Yedizdirir, içizdirir, namusu, irsivi qoruyur, düzdürmü? Səni geyindirir. Sən haqlarını qoruyur. Sənin buna ehtiyacın var. Yəni, kişi ilə qadın eyni deyil. Buna rəğmən, əgər qadın ərini razı salmırsa, ona itaat eləmirsə, qiyamət ki, Allah subhanət hala beləsinin üzünə baxmaz. Və bugün görərsən ki, Qərbin bir siyasəti var da, bugün kafir dövlətləri, xüsusən müsəlman dövlətlərində görürsən, elə bir tədbiqat aparıb ki, qadın-kişi bərabərliyi. Qadın gərək kişidən asılı olmasın, iqtisadi azadlıq və s. hürriyyət, o da işləsin, pul qazansın, özü bir də istədiyini qazandığını hara xərcləyər, nə vasitəyə gedər, nə vasitəyə gələr, qadın azadlığı. Biraz feministlər də qalxıb ayağa hay-huy qopardırlar, qadınlara təcavüz olunur və s. Bugün o ölkələrdə, Avropa ölkələrində qadınların haqları qorunmadığına görə görürsən, ən çox təcavüzə uğrayan elə o qadınlardır. Çox elə qadın haqları dilləri. Sən şeyə baxsan, bir statistikaya baxsan, ən çox belə deyək də, qadın təcavüz olunan ölkələr hansı ölkələrdir? O qərb ölkələrdir də. Demək, siz qadınlarınızı qorunmursunuz. Onlara himayə etmirsiniz deyənə, sizin qadınlarınız daha çox təcavüzdə məruz qalır. Bu, müsəlman torpaqda niyə belə qədər baş verir? Mən demirəm, müsəlman torpaqlarında bu şeylər yoxdur. Var, orada da qadın təcavüzkarları var. Qadına təcavüz edən, haqlarını qorunmayan var. Amma geniş müsətdə hardadır? Avropa ölkələrində. Halbuki ən çox qadın haqlarına danışan kimlərdir? Bax, elə bu Avropalılardır, bu qərb aləmi. Sanki bunlar qadınların haqlarını müsəlmanların daha çox bilirlər. Ən çox da vallahi qadınların haqlarını qoruyan müsəlmanlardır və müsəlman ölkələrdir. Qadınlar da bundan razılar ki, o qadınlar ki, yəni belə deyək, qəlbi balaca cılızdır, qəlbində xəstəlik var, xəbislik var. Onlar elə bu Avropalıların şüarlarına inanıblar. Görürsən, ən çox belə ailələr dağılanlar da bax belə qadınlardır. Bu təfəkkürlü qadınlardır. Lakin ərini sevən, ailəsini sevən, ailə dəyərlərini bilən qadın heç vaxt ailəsinin dağılmasını istəməz. Elə ərinə itaat edər ki, qoy ailəm qorunsun, sağlam bir ailə olsun, övladlarım da atalı, analı böyüsün. Lakin bugün qərbdə necədir? Elə bir siyasət aparıblar ki, əşə heç nə olmaz. Dağılıb dağılsın adi bir şeydir də. Qadın azaddır. Kim nə istəyər yaşayar, kimə istəyər ərə gedər, nə istəyər eləyər, kimlə istəyər, nə bilim, yaşayar, hara gedər, nə bilim, işə tez getdi, gec gəldi, işlədi, hara gəzməyə getdi. Özü bilər, müstəqil adamdır. Bu, belə bir şüarlarla yaşayırlar. Bu, bəzi xəstə qadınları, qəlbi xəstə qadınlara sərf edir axı. Fitrəti pozulmuş qadınlara. Və görürsən ki, bu cür müsəlman ölkələrində bu şeylə istirayət edib. Bəzi zəif qadınlar bu şeyi daşıyırlar. Allah onları da islah eləsin. Allah Rəsulü bir hədisdə buyurur ki, 3 nəfər var ki, onların namazı qəbul olunmaz. Ağasından qaçan qul, əri ona qəzəbli halda gecələyən qadın və insanların istəmədiyi halda onlara imamlıq edən bir kəs. Görürsən, əri qəzəbli olduğu halda yatır, bundan qəzəbli. Qadın əslən neynəməlidir? Əri razı salmalıdır. Bu, buna qəzəbli olmasın. Əgər belə olmayacaqsa, onların namazı qəbul olunmaz. Bu, təhdiddir, bu, biraz qorxulu bir haldır. Qadın elə yatır ki, dünya ilə vecədir. Kişi buna qəzəblidir. Kişinin haqqına girib. Rahat elə rahat yatır ki, subhanallah, sən Allah'a razı salmaq istəyirsənsə, ey qadın, ərini razı salmalısan. Haqqına girə bilməzsən. Ona asıl ola bilməzsən. Müəyyən şərtlər qabağına qoya bilməzsən. Onun haqları ilə bağlı. Haqqıdır, şərtlər qoyur. Əgər kişi qadınına qəzəblənib yatıbsa, vallahi o qadın gərək gecən belə rahat yatmasın. Əhsən qorxsun ki, subhanallah, bu məndən qəzəbli olduğu halda yatıb. Bunu mən razı salmalıyam. Üzr istəməli, halallıq almalı və s. Ki, əri ondan razı olduğu halda yatsın, gecələsin. Əks təqdirdə deyir, Allah deyir, beləsin namazını deyir, qəbul eləmir. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əgər qadın ərinə bu dünyada əziyyət verərsə, onun cənnətdəki hurilərdən olan zövcəsi, yəni kişinin cənnətdəki hurilərdən olan zövcəsi həmin qadına xitab edərək deyər, Allah səni öldürsün. Ona əziyyət vermə. O sənin yanında müvəqqətidir, bizim yanımıza gəlməsinə az qalıbdır. Yəni, görürsən, hətta belə cənnət qadınları belə o cür qadınlara bəddua eləyərlər. Deyərlər, Allah səni öldürsün. Bu, bir qadın üçün təhlükədir, ümumiyyətlə. Qadın gərək ərini razı salsın, ərinə itaat eləsin. Ərin haqları var, bu haqlarda Allahdan qorxsun. Təbii kişilərə də vacib bir şey, öz qadından qorxsun. Ondan həmişə çox danışmışıq, qadına haqlarından. O da istədiyim ki, kişilərin haqlarından danışaq ki, onların da haqları var.
Bəzən görürsən ki, yəni bu cəmiyyətdə çox baş verir. Qadınlar həddindən artıq əllərindən şikayət edir. Bəzən bu şikayətlər əsassız olur. Və görürsən, hətta hədisdə belə görsəndə ki, şikayət əsassızdır. Əsassız bir şikayətdir. Namazı uzadır, deyir ki, mənə namaz qılmağa qoymur. Nafilə orucu tutur, kişinin də buna ehtiyacı var, cavandır, şəhvətlidir və s. Deyir, mən orucumu açdırır. Ərin də deyək ki, eyb olmasa da, sanki bir eybini açır ki, namaza yatıb qalır. Yəni, bu doğru deyil. Gərək qadın ərinin eyblərini açmasın varsa, ondan orada-burada harada gəlir şikayət eləməsin. Əgər nəsiyyətə ehtiyac varsa, bir baş bilənin birinin yanına gelsən, bir ağsaqqalın, birindən bir elm əhlinin və s. ki, sən ərvə nəsiyyət eləsin. Yoxsa belə harada gəldi, necə gəldi, ərin haqqını gərək qadın danışmasın. Belə qısa olaraq istədim ki, xatırladım. Allah Subhanahu taala bizləri eşidib, faydadan kullanı eləsin. Allah taala bizlərin qadınlarımızı islah eləsin, həmçinin kişilərimizi də islah eləsin. Allah taala ümumiyyətlə müsəlmanların kişi və qadınların hamısını islah eləsin. Allah ailələrini qorusun, müsəlman ailələrini və hər bir ailə başçısı, bu istəyir kişi olsun, istəyir qadın olsun, fərqi yoxdur. Öz ailəsinin qorunması üçün can atmalıdır. Ailədə mülayimlik, rəhmət, mərhəmət olmalıdır, sevgi olmalıdır. Bir-birini yola verməyə bacarmalıdırlar. Hər şeyə görə küsmək, dalaşmaq, ailəni dağıtmaq olmaz. Görürsən, bəzən mənasız şeylərə görə ailələr dağılır. Məsələnin kökünə gedirsən, görürsən ki, ortada işən yox imiş. Buna görə ailə dağılmışsınız. Vallahi İslam düşmənləri də bunu istəyirlər ki, müsəlman ailələr dağılsın, artmasınlar. Özləri paxıllıq edir. Nəyə görə? Ya bir uşaq yaşayır, bir iki uşaq yaşayır ki, itlə pişiklə yaşayırlar. Bunların həyatı budur, qardaş. Amma müsəlmanların həyatına baxır, görür ki, müsəlman ailələr maşallah 2, 3, 4, 5, 6 sevgi, məhəbbət, hörmət, kişi qadına hörmət edir, qadın kişiyə hörmət edir, sayğı göstərir. Bunlarda bu yoxdur axı. Əksəriyyətində yoxdur. İstər valideyn haqları olsun, istərsə də kişi qadın haqları olsun. Həsəddən, paxıllıqdan çalışırlar ki, müsəlman ailələrində fitnə fəsad salsınlar. Və bu cür fikirlərlə, mənasız çıxışlarla və s. mənasız insanları ortaya atmaqla, onları reklam eləməklə, ona görə gərək hər bir müsəlman kişi qadın ailəsinin qorunmasına can atsın, şeytan imkan verməsin ki, ailəsi dağılsın. Mülayimlik, sevgi, mərhəmət bu vacibdir. Hər bir müsəlman ailəsində Allah Teala bizim ailələrimizi mehriban eləsin. Ailələrimizin arasına sevgi, məhəbbət, mülayimlik, ülfət salsın. Subhanakallahumma hamdik, əşhədu an la ilahe illə əstəğfiruka və etûbü ileyk.